Gələcəyin Peşələri Sammiti bu dəfə Bakı şəhərində baş tutub. Gələcəyə tərəf devizi ilə keçirilmiş sammit əmək bazarında baş verən dəyişiklikləri, yeni peşə və bacarıqlarla bağlı tələbləri peşəkar mühitdə müzakirə etmək, təhsil və məşğulluq sahələrində yeni çağırışlarla bağlı bu ekosistem iştirakçılarının gələcək əmək bazarına hazırlığına dəstək məqsədi daşıyıb. Sammitdə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Kiçik və Orta Biznesin İnkişafa Agentliğinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev, dövlət və özəl sektordan rəhbər şəxslər, yerli və xarici karyera məsləhətçiləri, təhsil ekspertləri, inkişaf mentorları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Anar Əliyev bu sammitin əmək bazarında yeni peşə və bacarıqlara dair tələblərin peşəkar müzakirəsi baxımından xüsusi əhəmiyyətini, əmək bazarındakı sürətli dəyişikliklərə, çevik adaptasiya imkanlarının qiymətləndirilməsinin tədbirin prioritet istiqamətlərindən olduğunu qeyd edib. 2018-ci ildən etibarən 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi həyata keçirilmişdir. Bu islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat təşkil edir. Bu dövrdə əmək müqavilələrinin sayı 44% artaraq 1,9 milyona çatmış, sosial rifahın ən bariz göstəricilərindən biri olan əmək haqqı fondu isə ölkə üzrə 3,2 dəfə artmışdır. Eyni zamanda minimum əmək haqqı 3,1 dəfə artaraq 400 manata, orta aylıq əmək haqqı isə 2 dəfə artaraq 1088 manata çatmışdır. Bununla yanaşı, sosial ödənişlər sayəsində aparılan islahatların nəticəsi olaraq minimum pensiya 2,9 dəfə artaraq 320 manata, orta aylıq pensiya isə 2,6 dəfə artaraq 540 manata yüksəlmişdir. Əli Əhmədov yeni texnologiyaların, xüsusilə süni intellektin təsiri altında yaranan yeni peşə bacarıqlarının mənimsənilməsi üçün gənc nəslin təşviq olunmasının vacibliyini vurğulayıb və bu istiqamətdə Gələcəyin Peşələri Sammiti kimi platformalara hər zaman ehtiyac olduğunu bildirib. Gələcəkdə indi müşahidə etdiyimiz bu rəqabət nəticəsində yeni iqtisadi güc mərkəzlərinin yaranması da reallıq olacaqdır. Hesab edirəm ki, bütün bunların hamısı Azərbaycan cəmiyyətinin də gələcəyin əsasını təşkil edən dəyişikliklərə hazır olması üçün bir mesaj olmalıdır və bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm bu günə qədər gördüyü işləri və onların nəticələrinin gələcəyə ünvanlandığını ayrıca mən vurğulamaq istəyirəm. İkinci bir tərəfdən isə Prezidentimizin dəfələrlə həm qeyd etdiyi, həm də bilavasitə həyata keçirdiyi siyasətin mərkəzində olan gələcəyə hazırlıq strategiyası hesab edirəm ki, Azərbaycan cəmiyyətinin gələcəyin dəyişikliklərinə istiqamət götürmüş bir hərəkətdə olduğunu aydın şəkildə göstərməkdədir. Gələcəyin Peşələri Sammiti işə götürənlər, dövlət qurumları, təhsil müəssisələri və peşəkarlar arasında sağlam fikir mübadiləsi üçün vahid platforma kimi nəzərdə tutulub. Sammitin hədəfləri gələcəyin peşə və bacarıqlarının müəyyənləşdirilməsi və tanıdılması, iş dünyasının yeni tendensiyalarının paylaşılması, hədəf qrup olan peşəkarların daha çevik, innovativ, rəqabətə davamlı karyera həlləri ilə təminatına şərait yaradılmasıdır. Tədbir çərçivəsində peşələrin gələcəyi bizdən nə tələb edir? Gələcəyin bacarıqları və gələcəyin iş mühiti adlı 3 panel müzakirə təşkil olunub. Panellərdə yeni nəsil peşələr, gələcəyə hazır olmaq üçün dəyişikliklərin idarə edilməsi, davamlı öyrənmə və inkişaf, yeni nəsil texniki və yumuşaq bacarıqlar, peşəkar inkişaflı fərdi dəstək mexanizmləri, iş dünyasında rəqəmsal kooperasiya strategiyaları və digər mövzular müzakirə edilib. Suallar cavablandırılıb. Xatırladaq ki, Gələcəyin Peşələri Sammiti çərçivəsində ilk tədbir cari ilin oktyabr ayının 30-da Naxçıvan şəhərində keçirilib.